Üç dəstə Həzrət Əliyə qarşı çıxdı. Bir, qasetinlər idi, Muaviyə və onun tərəfdarları. Açıq-aşkar bunlar zülm edirdilər. İkinci, o dünyaya din cildindən, din vasitəsilə çatmaq istəyənlərdir. Təbii olaraq Əli əleyhissalam ədalətin tərəfində idi. İctimai nüfuzları var, təsirləri var. Önəmli deyildi. Əli əleyhissalam üçün haqq, ədalət önəmli idi. Ona görə o insanlar da Həzrət Əliyə qarşı çıxdılar. Üçüncü də sadə lövhlər. Onlar ki, əslində onlar Əli əleyhissalamın istəyini istəyirdilər, amma ağılları yox idi, düşüncələri yox idi, başa düşə bilmirdilər. Ona görə də Əli əleyhissalam deyir ki, "Leysə men talabal haqqa fa axtahu kemen talabal batila fa adrakahu." Bu batili axtarıb tapanlarla haqqı axtarıb çaşanlar arasında fərq var. Yəni bu bədbəxtlər haqqı axtarırdılar, amma ağılları yox idi, şuurları yox idi. Əli əleyhissalamın şəhadətinə səbəb bu idi. Bu üç dəstə Əli əleyhissalama qarşı çıxdı. Çünki Əli əleyhissalam Peyğəmbərin yolunda sabit qədəmdir. Amma bu üç dəstə Həzrət Əlilə razılaşa bilməzdilər. Və Həzrət Əli də bunlarla razılaşa bilməzdi.